Bax, nədir bu? Bu ilin ilk 3 ayı ərzində 18 yaşına dək əlilliyi müəyyən olunmuş 8687 nəfər reabilitasiya xidmətlərindən faydalanıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onlardan 431 stasionar, 5935-i ambulator, digərləri isə icma əsaslı onlayn səyyar reabilitasiya xidmətlərinə cəlb edilib. 2024-cü ildə rekord sayda 50 olan uşaqlarımız reabilitasiya xidmətlərinə cəlb olunmuşdur və 40 minə yaxın 50 olan uşağa müxtəlif növ reabilitasiya xidmətləri təmin edilmişdir. Reabilitasiya xidmətlərinə cəlb edilmişdir və bu xidmətlər həm stasionar, həm ambulator qaydada təmin edilir. Əlavə olaraq bildirməliyəm ki, evdən çıxmaqda çətinliyi olan 50 olan şəxslərimiz üçün, eləcə də uşaqların valideynlərinin mərkəzlərə gətirilməsi çətinliyi olduğu hallarda səyyar, yəni evdə reabilitasiya xidmətləri ilə vətəndaşlarımızın evində onlara xidmətlər təmin edilir. Sözü gedən şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək məqsədi ilə fəaliyyət göstərən 4 reabilitasiya mərkəzində tibbi və sosial-psixoloji reabilitasiya dəstəyi təqdim olunur. Tibbi reabilitasiya çərçivəsində fizioterapiya, hidroterapiya, müalicəvi idman, sosial-psixoloji reabilitasiya xidməti çərçivəsində isə psixoloji dəstək seansları, loqopediya və əmək terapiyası kimi xidmətlərlə təmin edilir. Aferin sənə, 5 bu. Aferin sənə. 18 yaşına dək əlilliyi olan şəxslərə bu otaqda tam olaraq hansı xidmətlər göstərilir? Hal-hazırda biz hidroterapiya prosedurlarına keçən otaqdayıq. Bu 3 vannamız hidromasaj vannasıdır. Bu prosedurlar hansı halda təyin olunur? Həkim təyinatı ilə təyin olunur. Uşaqlarda oynaq problemi, əzələ problemi olan uşaqlara təyin olunur. Mərkəzdə göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə həm də kombinə otaqlar yaradılıb. Bəs bu otaqda tam olaraq hansı xidmətlər göstərilir? Kombinə otağı layihə üzrə hazırlanmış bir otaqdır. Kombinə otaqda 3 prosedur birləşdirilib. Yəni birinci öncədən uşaq idman prosedurundan keçir, müalicəvi idman keçir. Daha ardıcıl fizioterapevtik prosedur verilir. Lalıca da masaj xidmətini alır və bu 3 prosedur cəmlənmiş formasında bir uşağa xidmət şəklində göstərilir. Vurğulamaq yerinə düşər ki, bunlarla yanaşı Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi müəyyən olunmuş uşaqlara günərzi qayğı mərkəzləri, sosial xidmət müəssisələrində yaşam, onların ailələri üçün nəzərdə tutulan təlimlər təqdim edilir. Dövlət uşaq müəssisələrində uşaqların düşməsinin qarşısının alınması üçün bu tip müəssisələrimizin nəzdində günərzi qayğı mərkəzi açılır. Günərzi qayğı mərkəzinin stasionar əsaslı qayğıdan fərqi odur ki, uşaqlar axşamlar öz ailələri ilə bir yerdə yaşayırlar. Yəni həftənin 5 günü gün ərzində müəssisədə vaxt keçirirlər, sosial reabilitasiyalarla təmin olunur, qayğı görürlər və günün sonunda isə öz ailələrinin içərisində olur. Keçən ilki rəqəmi deyə bilərəm ki, keçən il 30 belə günərzi qayğı mərkəzi ölkə üzrə həyata keçirilib. Əlilliyi olan uşaqların valideynlərinin müəyyən imtiyazları vardır. Məsələn, biz buna əlilliyi olan uşağın 8 yaşında sağ olduğu halda həmin valideynin yaşa görə sosial müavinət hüququ 5 il erkən müəyyən olunur. Əmək pensiyası, yaşa görə əmək pensiyası hüququ 5 il erkən müəyyən olunur. Əlilliyi olan uşaqlara onların orqanizm funksiyalarının pozulmasının faiz dərəcələrinə görə müəyyən olunur. Yeri gəlmişkən, sosial xidmət müəssisələrindən əlilliyi müəyyən edilmiş uşağın övladlığa götürülməsinə görə aylıq 600 manat sosial ödəniş verilir. Onu övladlığa götürən şəxsə bu ödənişlə bərabər uşağa əlilliyinə və ona qulluğa görə də aylıq ödəniş təyin edilir.